Bugün Kalyaninov Aleksandr Georgiyeviç'in doğum günüdür. Aleksandr Georgiyeviç Kalyaninov 11 dekabr 1992 ildə Bakıda anadan olub. Milliyyətcə Rusdur. Uşaqlıqdan arzusu helikopter idarə edən atası Georgi Kalyaninov kimi pilot olmaq idi. Məktəb illərində Bakı Avropa Liseyinin fərqlənən şagirdlərindən biri olub. Həmçinin Aikido və boksla da məşğul olub. Milli Aviasiya Akademiyasına qəbul olaraq orada bir kurs oxuyub. İngilis və fransız dillərini yaxşı səviyyədə bilirdi. Kalyaninov 2021-ci ilin aprelində Ukrayna Dövlət Uçuş Akademiyasında, o zaman Ukrayna Milli Aviasiya Universiteti oxuyarkən aviasiya nəqliyyatı üzrə magistr dərəcəsi alıb. Anası Yelena Kalyaninova oğlunun cəmi bir ildir ki, işə başladığını və işini çox sevdiyini deyib. 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Rusiya istehsalı olan Pantsir bir zenit raket kompleksi ilə vurulmuşdur. Hava gəmisinin kapitanı Igor Kishniakin və ikinci pilot Aleksandr Kalyaninov idarə etmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau beynəlxalq hava limanına yaxın əraziyə yönləndirmişlər. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı təyyarə yerə çırpılmışdır. Təyyarənin göyərtəsində 67 nəfər olub. 62 sərnişin və 5 ekipaj üzvü. Qəza nəticəsində 29 nəfər sağ qalmışdır. Aleksandr Kalyaninov qəza nəticəsində həyatını itirmişdir. 29 dekabr 2024-cü ildə Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Kalyaninov Aleksandr Georgiyeviç ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüşdür.